Evin təmiri, tikilişi bir yana, yerləşmə yeri çox mükəmməl bir ərazidə olan məktəbin, idman kompleksinin, parkın və bütün vacib olan yaşayış obyektlərinin tam yaxınlığında. Kupçalı, mükəmməl 5 otaqlı həyət evimizi sizlərə təqdim edirəm. Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Çox gözəl bir həyət evidir. Əsl belə desək, dosta qardaşa qismət olması. Masazır qəsəbəsində Qurtuluş 93 Bağçalı evlərin tam yaxınlığında, mükəmməl yerdə. Yəni bu ərazidə ev tapmaq bugünkü gündə çətin məsələdir. Yüksək keyfiyyətlə inşa olunan, qoşadaş, mərtəbə arası monolit beton, fundamental tikilişə malik olan, eyni zamanda ikinci mərtəbənin sonunda kəmər atılıb, fasadı kavantik daşlar ilə bəzədilib. Yəni evin sıfırdan tikilişinin son tamamlanma nöqtəsinə kimi fotosu, videosu mövcuddur ev sahibində. Belə desək, tam arxain şəkildə gəlib o evə sahib ola bilərsiniz. Həyətyanı sahəsi baxın belədir. 2 maşın tam rahat şəkildə həyətə daxil ola bilir. Ərazidəki, qonşuluqdakı bütün evlər villa üslubunda inşa olunan evlərlə əhatə olunub. Qaz, su, işıq, kanalizasiya hər biri qaydasındadır. Sənədimiz Kupçadır. Deməli, evin zirzəmisi var. Yerdən 5-6 daş kürsüdədir. Çölə baxan pəncərələr, şəbəkə pəncərə, həyətin və evin daxilinin işıqlandırma sistemi yüksək səviyyədə görülüb. Və bunu da qeyd edim ki, fasad kabantik daşlardan istifadə olunub. Yəni digər kafel, metlaq kimi formasında vurulan kabantik daşlardan deyil, birə-bir kabantik daşdır. Keçən evimizin daxili hissəsi ilə də sizləri tanış edəcəm. Qiyməti 145.000 manatdır. Ərazinin ən ucuz təklif olunan evlərindən biridir. Bu ərazidə yəni belə ev çox az hallarda satışda olur. Evi məncə çox tərifləməyə ehtiyac yoxdur, göz qabağındadır. Görülən bütün işlər, təmiri, tikintisi, gəlib baxsaz hamısına şahid ola bilərsiniz. Pləkanlar monolitdir, qranit gördüyünüz bütün hissələr istipolla təchiz olunub. Və bunu da qeyd edim ki, burada bəzi işlər vardır ki, qiymətdə razılaşsaz ev sahibi tərəfindən görülə bilər. Tavanda gözəl lüstrü, spotlar, gizli işıqlar, hamısı yüksək səviyyədə görülüb. Gözəl televizor üçün tristent yığılıb. A-dan Z-yə bütün istifadə olunan tikinti təmir materialları yaxşısındandır. Döşəməyə vurulan laminat parketə bənzər diagonal şəklində vurulur və bu da evə xüsusi gözəlliyi qatır. Evdə ümumiyyətlə istifadə olunan təmir materiallarının rəng çalarları çox gözəl seçilib. Müsbət auralı, işıqlı bir evdir. Bu evimizin mətbəxidir. Mətbəx də həqiqətən çox gözəl, çox geniş. Mətbəxdən də arxa həyətə keçmək olur. Müəyyən qədər bir sahəsi var. Burada evimizin kiçik yataq otağı. 5 otaqdan ibarətdir. Çox gözəl evdir. Allah kim alsa, alanın da, satanın da xeyrini versin. Həqiqətən mükəmməl evdir. Kollektor sistemi baxın burada yığılıb. Hamam otağı. Ev sahibi dedi ki, qiymətdə razılaşsam, hamamın aksesuarını da yığdıraram, pərdəsini də astıraram, hətta mətbəx meblini də yığdıra bilərəm. Qiymətdə razılaşılsa. Və keçən evimizin 2-ci mərtəbəsi ilə də sizləri tanış edim. Belə bir gözəl görünüşü var. Həqiqətən də çox mükəmməl bir evdir. Videonun əvvəlində sizlərə təqdim etdiyim kimi parka, məktəbə, bağçaya, əyləncə, ticarət mərkəzlərinə çox yaxındır. Masazırın ən yaxşı yerlərindən biri hündür, Duz gölü havalı bir ərazidir ki, baxın yaşayış kompleksinin tam yaxınlığındadır. Qurtuluş 93-ün tam yaxınlığındadır. Heyvan sahəsinə çıxışı 2 yanaşı evdir. Biri hazırdır, digərinin içində tamamlanma işləri gedir. Yəni hansını istəsəniz gəlib götürə bilərsiniz. Digər evin təmirini şəxsi zövqünüzə uyğun da tamamlaya bilərsiniz. Evimizin belə bir gözəl yataq otağı var. Baxın, həqiqətən də super. Lüstrləri yaxşı seçilib. Ola bilsin ki, pərdəsi də bu yaxınlarda asıldı evin. Burada evimizin növbəti yataq otağı. Hər bir otağı genişdir. Çox gözəl, yüksək səviyyədə təmir olunub və sonuncu yataq otağımız. Hörmətli izləyicilərimiz, sənədimiz Kupçadır. Real alıcılarla real razılaşma olacaq. Hər bir sanuzeldə duş kabini üçün yerdə ayrılıb. Sağ olun, salamat qalın.